2 molyar kütləsi yazırıq ki, H2 üstəgəlinsin. Durum səsim açıldı. YOH2 reaksiyadan da alınır. Deməli, YX2 üstəgəlinsin su. Bir su 2 moldur, bir də H2 2 moldur. Bu zaman 81'i vururuq 2'ye, üstünə yazırıq 162. YOH2'nin üzərinə yazırıq 58. YX2'ye A yazırıq, üstəgəlinsin 36. Buradan da A-nı tapırıq ki, A neçədir? 162'nin üzərinə 58 gəlib, aldığımız ədəddən 36-nı çıxırıq ki, YX2'nin molyar kütləsini tapırıq. Y 220'dən də demək olar ki, 36-nı çıxırıq. Gəlin görək neçədir? 162 184. Deməli, bu duzun molyar kütləsi A-nın qiyməti 184-dür. Qiymətimiz də olur 184. Daha sonra keçək davamındakı suallara. Hansı sırada maddələrin formulları doğrudur? Kalsium hipoklorit. Kalsium hipokloritdirsə, siz ümumiyyətlə hipoklorit turşusunu əzbər bilməlisiniz ki, hipoklorit turşumuz H-flor O-dur. Tərkibində bir dənə hidrogen var deyə, deməli o birvalentli olur. Kalsium ilə flor O-nun birləşməsindən buna 1 qoysam, buna 2 qoysam, formulda çıxır kalsium flor O2. Yəni kalsium O-flor 2 də deyə bilərsiniz. Bu da cavabımız olur ya bu, ya bu. Deyir kalsium dihidro. Dihidro deyirsə, turşu qalığının tərkibində hidrogen 2 dənə olmalıdır. Ona görə bu uyğundur. Kalsium hidrokarbonat da budur. Cavabımız olur C bəndi. Amonium ortofosfat deyirsə, deməli amonium NH4 3 dəfə PO4-dür. Çünki H3PO4-dür. Ortofosfat turşusu 3-ünü də NH4 əvəz eləməlidir. Tərkibində, turşu qalığının tərkibində hidrogen olmamalıdır. Ona görə bu variant doğrudur, bu variant doğrudur. Dihidro dediyinə görə turşu qalığının tərkibində 2 dənə hidrogen olmalıdır. Hidroda da 1 dənə. Cavabımız olur C bəndi. Hansı duzun adı doğru deyil? Natrium hidrosulfat. Elə cavab A bəndi. Sulfit olmalı idi. Çünki SO3-dür, SO4 deyil. Hansı halda maddələr doğru adlandırılmışdır? Alüminium nitrat, çünki alüminium sabit valentlidir. Valentliyini göstərmək olmaz. Eləcə alüminium nitrat. Turşu qalığının tərkibində 2 dənə hidrogen atomu varsa, alüminium dihidroortofosfat deyirik. Yəni doğru variantımız A variantı. 29-da kalium ortofosfat deyirsə, B bəndi, Y bəndi. Kalsium hidrosulfat deyirsə, B bəndi də ikincidə uyğun gəlir. Kalsium hidroksokarbonat deyirsə, kalsium OH brom, yəni B bəndi. Deməli, hansı sırada yalnız bir valentli metalın ortofosfat turşusu ilə duzların formulu verilmişdir? A variantında XPO3 var, ortofosfat deyil, getdi. D variantında ortofosfat deyil, getdi. Cavab qalır B, C, Y. Gəlin yoxlayaq. Bir valentli metaldırsa, deməli bir dənə hidrogen atomunu əvəz eləsə olur X H2PO4. 2 dənə hidrogen atomunu əvəz eləsə X2 HPO4. 3 dənə hidrogen atomunu əvəz eləsə X3 PO4. Uyğun variantlara baxdıqda görürəm ki, bunların olduğu, hər ikisinin olduğu variantımız C bəndi. 2 valentli deyirsə, bir dənə hidrogen atomunu əvəz eləsə X H2PO4 2 dəfə, çünki turşu qalığı bir valentli olacaq. İkisini əvəz eləsə X HPO4, 3-ünü əvəz eləsə X3 PO4 2 dəfə. Bunların da hər ikisinin olduğu variantımız hansı olasıdır? A bəndi. Baxın. Hansı sıradakı bütün duzlar suda yaxşı həll olur? Elə A bəndi. Natrium, kalium, NH4 duzudur. Hansı halda əsasla turşunun göstərilən mol nisbətində turş duz əmələ gəlir? Hidrogenin sayı daha çox olmalıdır. B bəndi. Burada 2 dənədir, burada 3 dənədir. Hansı halda əsasla turşunun göstərilən mol nisbətində əsasi duz alınır? OH-ın sayı çox olmalıdır. C bəndi. Çünki bura 2, bura 1-dir.
Hansı halda turş duz alınır? Hidrogenin sayı çox olmalıdır. A bəndi. Baxın 4 dənə, 2 dənə var. 49 qram sulfat turşusunun tamamilə turş duza. Ümumiyyətlə siz bilməlisiniz ki, sulfat turşusunun bir dənə turş duzu var. Yəni turş duz əmələ gətirə bilən bir dənə turşu qalığı var. O da HSO4-dür. Kalium OH-ın üzərinə H2SO4 gələndə alınır kalium, HSO4 və su. Yəni bunu bilməlisiniz ki, bir duzumuz var. O da kalium hidroortan sulfatdır. İndi deyir ki, reaksiya budur. Reaksiyaya əsasən deyir ki, 49 qram sulfat turşusuna neçə qram kalium hidroksid sərf olunur? 56 qramı ilə 98 qram girirsə, neçə qramı ilə 49 qram girər? Cavab olur 28. Hansı halda turş duzu alınmır? Varianta baxıram ki, hansı halda turş duzu alınmır deyirsə, hidrogen ilə OH-ın sayı bərabər olmalıdır. Variantlarda görürəm ki, cavabımız C bəndidir. Çünki CO2-yə biz burada suda məhluldan gedir deyə söhbət. Əslində burada kalsium OH2-nin suda məhluludur. Tərkibində su var deməkdir. Karbon qazı ilə də su karbonat turşusunu əmələ gətirir. Karbonat turşusunda da 2 dənə hidrogen atomu var deyə OH ilə sayları bərabərdir deyə burada turş duz alınmır, normal duz alınır. 38-də hansı halda normal duz alınır? Elə A bəndidir. 2-ni vururam 3-ə 6, 3-ü vururam 2-yə 6. Bərabərdirsə normal duz. Keçək davamına. Qoyun bunu silim, keçək davam. Hansı halda maddələrin adları doğru adlanır? Ümumiyyətlə, bu səhifədə sualınız varsa verin. Bayaqdan izah edirik, onsuz da yəqin ki, artıq suallarınız azalmış ola bilər. Suallarınız varsa deyin. Xeyr, burada yoxdur müəllim. Kiminsə varsa deyin. Yoxdur ki, dəqiq sualınız. Arada bir keçəcəm ki, heç olmasa 100-ə qədər belə gedək. Xeyr. Misal üçün 39-da mis OH2 CO2 kim adlandırar mənim üçün və izahını verər? Səadət yox, Səadət demişdim. Sevan adlandır gör. Necə müəllim, səssiz gəlmir. Səsim niyə gəlmir ki? Deyirəm ki, bunu adlandır və işarələdiyim maddəni adlandır. Görüm necə adlandıracaqsan, niyəsini, səbəbini də. Hansını işarələmişsin, mənə görünmür. Səndə ekran görsənmir? Görsənirdi, indi görsənmir. İndi görünür. Bir dəqiqə. Mis dəyişkən valentli olduğu üçün valenti yazılır. Mis 2 hidrokarbonat. Mis hardan bildin 2 valentlidir? 2 valentlidir. Bilirim 2 valentlidir, amma niyə? Baxın, bu duzun formulu. Ümumiyyətlə, 2 valentli əsaslarla, yəni OH-ın sayı 2 olanlarla turşu 2 valentlidirsə, yəni hidrogenin sayı 2-dirsə, onlar arasında əmələ gələn əsasi duzun formulu əsasən belə olur. Misal üçün, misin yerinə dəmir də ola bilərdi. Ona görə konkret yadda saxlayın. Bu forma verilənlərdə metal 2 valentlidir. Sonra, burada başqa sualınız yoxdursa, mən keçirəm növbətisinə. Burada biraz məsələlər var deyə məsələlərdən. Buradan suallarınız var. Ümumiyyətlə 100-ə qədər sualınız varsa deyin. Deyin suallarınızı eşidirəm. 57 müəllim. 57. 52. Kalsium karbon 52. Bəli. 52. Natrium hidrosulfatın Fotoğraf qrafik formu. Mən keçən dəfə sizə kürdün, yəni sulfat turşusunun formulunu dedim. Dedim ki, hidrogen həmişə oksigenə birləşir.
Əvəz olunan natrium da həmişə hidrogeni əvəz edir. Yəni hidrogeni silib əvəzinə natrium yazırsın. Natrium hidrosulfatda nə qədər hidrogen natrium? Bir dənəsi. Deməli formulumuz da budur. Yəni uyğun variantımız A bəndidir. Və yaxud da gəlin sizin yolla deyək. C bəndində baxın, oksigen 1 valentlidir. Oksigen heç vaxt 1 valent olmur. Formulu yanlışdır. B variantında baxın, oksigen 1 valentlidir. B variantında natrium 2 valentli verib. Ola bilərmi? Yox. Y variantında baxın, natriumu neçə valentli verib? Yenə 2 valentli, oksigen isə 1 valentli verib. Yanlışdır. Uyğun variant A'dır. Valentliyə görə də tapa bilərsiniz və yaxud da formulu belə əzbər bilməlisiniz. Sevana. Sonra bu səhifədə sualınız varsa verin, yoxdursa keçin digər səhifədəki suala. Keçirəm digər suala. Burada 57 dediniz. Kalsium karbonat və barium karbonatdan ibarət 5 qram qarışıq üzərinə artıq miqdarda nitrat turşusu əlavə etdikdə 448 milli qaz ayrılmışdır. Qarışıqda neçə qram barium sulfatı olmuşdur? Gəlin yazaq. Nitrat turşusu sulfat turşusunu duzundan çıxarda bilməz. Ona görə barium SO4 ilə reaksiyasını yazmıram. Çünki elə bir reaksiya getmir. Yalnız kalsium karbonatdan reaksiyaya gedir deyə Fatimə. Reaksiyamızda bax bu olur. Reaksiyanı əmsallaşdıranda nitrat turşusunun qabağına 2 düşür. Deyirik ki, indi heç bir şey. 448 millilitr qaz, yəni karbon qazı 448 millilitrə ayrılıbsa, nə qədər kalsium karbonat reaksiyaya gedir? 100 qramından 22,4 litr, onu da millilitrə çevirəndə, yəni 22.400 millilitr karbon qazı ayrılır. Bəs neçə qramından 448 ayrılar? X da bərabər olur. Müəllim, burada bir balaca qırılır. 2-yə. Kimdəsə qırılır. Sualı izah edeyim, sonra davamını deyəcəm. Deməli, 100-ə 22.400-dürsə, X-ə 448-dir, X-da çıxır 2 qram. Deməli, kalsium karbonatım nəsə qram imiş? 2 qram imiş. Kalsium karbonatım 2 qramdırsa, barium SO4-üm nə qədərdir? 5-dən çıxıram 2-ni 3. Aydın oldu? Bəli, müəllimə. Hafizə, yazmısan bu sualları? Dərsdə deyil, müəllimə. Yaxşı. Bildiniz bu sualı? Fatimə, başa düşdün sualı? Bəli, müəllimə. Gəldik indi digərinə. 58-ə. 2 mol kalsium hidroksidlə 2 mol karbon dioksidin reaksiyasından alınan duzun formulunu müəyyən edin. Kalsium OH2 üstəgəlsin CO2. Sizə dedik ki, CO2-ni karbonat turşusu kimi fikirləşdirsiniz. Hardaydın bayaqdan? Müəllimə, buradaydım. Müsabiqəni izah edəndə də buradaydım. 2 dəqiqəyə çıxmışdım, qayıtdım. Deyirdim ki, yazmısan, niyə şəkillərini atmamısan? Hə, bəli, mən bugün izah edeyim, baxım ondan sonra yazıb atacağım ona görə. Elə şey olur. Bəli. Olmur. Cəza alacaqsan. İndi məsələn atacağam testə. Yaxşı. Kalsium OH2 ilə karbon qazının reaksiyasından kalsium karbonat və su əmələ gəlir. Yazırıq. Bunu hardan bilirik? Dediyimiz kimi karbon qazına karbonat turşusu kimi baxırıq. Nəticədə görürük ki, bunların 1 molundan 1 molu reaksiyaya girəndə, hər ikisini 1 mol götürəndə elə 1 mol duz alınır. Yəni reaksiya budur. Bunu yazdıqdan sonra indi fikirləşməlisiniz ki,
2 molundan nə qədər kalsium karbonat alınacaq? Elə 2 mol. 2 molunun kütləsi nə qədərdir? 200 qram. Ona görə cavab olur C bənd. 59, 60, 61, 62, 63, 64 sualları olan varmı? 65, 66. Bunlardan sualınız varsa verin. Belə deyim də sizə adlandırmadır. Adlandırmaya aid çoxlu misallar izah elədim deyə sualınız yoxdursa keçim deyə deyirəm. Varsa deyin, izah eləyim, sonra keçim digər səhifəyə. Səadət, sualın varsa ver. Müəllimə 65. 65. 65-də görürsən ki, nə qədər kimin sualıdır bu? 2 mol. 2-ni vurursan 3-ə nə qədər hidrogen atomu eləyir? 6. 6. 3 mol kalsium OH2-də nə qədər OH var? Nə qədər OH var? 6. 6. Bərabərdirsə necə duz alınır? Normal duz. Bəli, kalsium ortofosfatının formulu nə olacaq onda variantlarda? B bənd. Düzdür? Bəli. Misal üçün, amonium ortofosfatdırsa NH4 3PO4-dür. Dihidrodursa hidrogendən 2 dənə olmalıdır. Hidrodursa 1 dənə olmalıdır. D bəndi. Turş duzu müəyyən edin, tərkibində hidrogen olanlar. 1, 2. Əsasi duzda tərkibində OH olanlar. Suda yaxşı həll olanları göstərin. Barium SO4 çöküntüdür, getdi. Elə B bəndinə baxın. Natrium var, kalium var, amonium var. Cavab olur B bəndi. Natrium hidrokarbonatın üzərinə nəyi gəlsəm natrium karbonatı alınır. Yadınızda saxlayın. Hidrogenin sayı azalıbdırsa, deməli əsas əlavə edirəm. A bəndi. Maqnezium hidrokarbonatdırsa, maqnezium HCO3 2 dəfə. Burada birinci yanlışdır. Sonra dəmir 2 oksiddirsə, dəmir O, dəmir 3 hidroksiddirsə, dəmir hidroksoxloriddirsə, dəmir OH flor 2-dir. Niyə? Çünki 3 valentli olmalıdır. OH 1, flordan da 2 dənə valentliyi toplayanda metalın valentliyinə uyğun olmalıdır. O da ona görə 3 eləyir deyə cavabı onu götürürük. Bunlar da belə. Misal üçün 71. Hansı maddələr suda yaxşı həll olur? Biz bilirik ki, SO4-ün 5 dənə çöküntüsü var. SO4 nə sinklə, nə də dəmirlə çöküntü vermir. Ona görə X-la Z yaxşı həll olur. CO3-ün isə yalnız natrium, kalium, NH4-ü suda həll olur deyə Y də çöküntüdür, T də çöküntüdür. Deməli, cavabımız X və Z-dir, B bəndi. Gəldik bura. 72 də həmçinin PO4-ün yalnız natrium və kalium və amonium duzları suda həll olur deyə X-də, Y-də çöküntüdür burada. CO4-ün isə nə maqnezium, nə də alüminiumu çöküntü deyil. Pis həll olur deyir deyə X və Y-də götürürsünüz. Hansı halda adları doğrudur? Baxın, bu bayaq dediyimdir. Baxın, bu forma verilibsə, deməli metal 2 valentlidir. Dəmir 2, dihidroksa yox, hidroksa olmalı idi. Ona görə yanlışdır. Çünki OH orada bir dənədir. Dəmir OH kimi nəzərdə tutun siz onu. Dəmir OH kimi nəzərdə tutanda dihidroks olanları götürməyəcəyik. Dəmir hidroksosulfat. Dəmir hidrokso 3 hidroksosulfat. Dəmir hidrosulfat. Doğru cavabımız Y olacaq. Çünki baxın, mən demirəm ki, OH 2 dənədir. Mən həm o 2-ni dəmirə də aid edirəm. Dəmirə də aid edirəmsə, deməli bu əsasımızın qalığında dəmir OH-dır. OH-dırsa, deməli o hidroksodur, dihidrokso deyil. Bir valentli metal sulfatının molyar kütləsi, yəni X2SO4-ün kütləsi 174-dürsə X-i tapırsınız. Hansı reaksiya getmir? Reaksiyanın getməməsi üçün şərtimiz reaksiya nəticəsində çöküntü zəif elektrolit alınmamalıdır. A variantında sink OH2 alınır ki, çöküntüdür. Deməli, bu reaksiya gedir. B variantında kalium karbonat və su alınır. Su alınırsa, reaksiya axıra qədər gedir. D variantında mis OH2 alınır. Çöküntüdür, deməli, reaksiya gedir. C variantında dəmir OH2 alınır. Çöküntüdür, deməli, reaksiya gedir. Amma Y variantında natrium OH və kalium klor. Hər ikisi suda həll olur. Hər ikisi suda həll olursa, reaksiya getmir deməkdir. Deməli, doğru cavabımız Y bəndidir. Duz və turşu arasında gedən reaksiyanı göstərin. Duz və turşu arasında gedən reaksiyamız Y bəndi. Natrium karbonat duzdur, H kloru isə turşudur. Bunlar asandır.
79. 2 mol natrium OH üçün OH-ın sayı 2 dənədirsə, deməli 2 dənə də hidrogen lazımdır. Nitrat turşusunda hidrogenin sayı 2 olsun deyə nitrat turşusunu 2 mol götürməliyik. Daha sonra bunlar asandır. Burada sualınız varsa deyin. Sualınız varsa deyin uşaqlar. Yoxdur ki, mən keçdim digər səhifəyə. Gəldik. 86-ya baxaq. Tez deyin uşaqlar. Mən soruşanda xahiş edirəm tez deyin, yaxşı ki, qayıtdıq. Vaxtımız getməsin. X elementi X xlor2 və X2O birləşmələri əmələ gətirirsə, X xlor2-də Fatimə X-imiz neçə valentlidir? Xlor 1 valentli olur deyə X-imiz 2 valentli olur. X2O-da da 1 valentli çıxır. Deməli, mənim bu X elementim ya 1 valentli ola bilir, ya 2 valentli ola bilir. Başqa valentliyi göstərə bilmir. Göstərərsə, deməli yanlışdır. A variantında kükürt 2-dir, X də 2-dir. Deməli, bu ola bilər. B variantında 1 valentli çıxır, çünki H2SO3-dəki hidrogenləri əvəz eləyibdir. Bu da ola bilər. XNO3-də 1 valentli də ola bilər. X2HPO4-də 1 valentlidir, ola bilər. Amma Y variantında 3 valentli çıxır. Çünki SO4 2 valentli turşu qalıqıdır. 2-ni vurdum 3-ə 6, 6-nı böldüm 2-yə 3 eləyir. 3 ola bilməz deyə yanlışdır. Aydın oldu Fatimə? Bəli, müəllimə. Başqa sualın var bu səhifədə? Xeyr. Hə. Gəldik bu biri səhifəyə. Bu biri səhifədən sualınız kimin varsa desin. Misal üçün 89 izah eləyirəm. 91, 92 hamısını, bunlar hamısını izah eləyim, gedim. Hansı əsasın 0,5 molunu 49 qram sulfat turşusu ilə reaksiyasından normal duz alınır? 49 qram sulfat turşusu 0,5 moldur. Deməli 0,5 moluna 0,5 moldur. Deyirsən ki, 0,5 moluna 0,5 mol sulfat turşusu lazımdırsa, 1 moluna da elə 1 mol sulfat turşusu lazımdır. 1 molun tərkibində H2SO4 2 dənədirsə, tam normal duz alınması üçün deməli OH da 2 dənədir. Ona görə deməli OH-ı 2 olanı götürməlisiniz. O da kalsium hidroksiddir. Hansı halda normal duz alınar? A variantında 2 dənə əsas iştirak edibsə 2 qat duzdur, getdi. B variantıdır cavabımız. 6 mol kalium OH-da 6 dənə OH var. 2 mol H3PO4-də də 6 dənə hidrogen var. Bərabərdirsə normal duzdur. Gəldik indi dəmir lövhə söhbətinə. Dəmir lövhəni qurğuşun 2 nitrat məhluluna salıb bir müddət saxladıqdan sonra onun kütləsi 15,1 qram artmışdır. Elə bilin ki, burada qurğuşun nitratdır. Məhluludur. Mən bura dəmir lövhəni salanda qurğuşun gedir lövhənin tərkibinə, lövhənin tərkibindəki dəmir isə gəlir məhlula. Elə bilin ki, qurğuşun neçədir? 207 qramdır. 207-ni çıxıram, üstünə gəlirəm 56-nı. O zaman dəmir lövhənin kütləsi artar, çünki 56-nı çıxıb üstünə 207 gəlirəm. Nə qədər artım olur? 151 qram artım olur. 1 molunda. Yəni, qurğuşunla reaksiyanı da yazanda reaksiyası da budur da, baxın. Burada dəmirimiz qurğuşunumuzu duzundan çıxardanda mola-mol gedir. 1 molu çıxanda 151 qram lövhənin kütləsi artır. İndi 15,1 qram artıbdırsa, deməli dəmir də 0,1 mollu reaksiyaya girib. Elə 0,1 molda qurğuşun lövhəyə keçibdir və yaxud da bunlarda 0,1 mol alınıbdır. İndi bizdən dəmir istəyir deyə, deməli 0,1 molda, o da 5,6 eləyir. Sink lövhəni yenə 14,2 qram artıbdırsa, indi burada dəmirin əvəzinə elə bilin ki, sinkdir. Qurğuşunun kütləsi 207-dirsə, 207-dən çıxıram 65-i, bərabərdir neçə olur? 142 olur. Deyirsən ki, bunları 1 mol götürəndə 142 qram lövhənin kütləsi artır, məhlulun kütləsi isə azalır. Bu o deməkdir ki, indi bizdən sink istəyir axı. 65 qramında 142 qram artım baş verir və yaxud da məhlulun kütləsi azalırsa, neçə qramında 14,2 olar? Elə olur cavabımız 6,5.
Hansı reaksiya gedər? Gümüş dəmiri çıxartmaz, passivdir. Dəmir maqneziumu çıxartmaz, dəmir maqneziumdan passivdir. Sink kalsiumu çıxartmaz, passivdir. Mis dəmiri çıxartmaz, mis passivdir. Dəmir amma misi çıxardar. Doğru cavabımız Y. Hansı reaksiya məhlulda baş vermir? Məhlulda baş vermir deyirsə, variantlara baxaq görək hansı reaksiyadır ki, məhlulda baş verməsin. Sink qurğuşunu çıxardarmı? Çıxardar. Sink hidrogeni çıxardarmı? Çıxardar. Sink hidrogeni çıxardarmı? Çıxardar. Bu reaksiyadan sink OH2 alınır deyə reaksiya axıra qədər gedir. Amma dəmir sinki çıxarda bilmir. Ona görə doğru cavabımız D bəndidir. Hansı metallar mis nitratdan misi çıxardır? Civə qızıl olanları çıxın. Getdi. Gümüş var, getdi. Gümüş var, getdi. Civə var, getdi. Doğru cavab A bəndi. Sink, qurğuşun, alüminium. Hər üçü orta aktiv metaldır. Hansı reaksiyada göstərilən mol nisbətli 2 qat duz alınır? Deməli, 2 dənə əsas olmalıdır. Doğru cavabımız B bəndi. Natrium, kalium, sulfat alınır. Hansı reaksiya məhlulda getmir? Məhlulda getmirsə elə A bəndi. Karbonat turşusu sulfat turşusunu çıxarda bilməz. Krom 6 oksid turşu oksididir. Doğrudur. Maqnezium hidrosulfat əsasi duzdur. Yanlışdır. Hidrosu varsa deməli turşsuzdur. Dəmir 2 hidroksid əsasdır, düzdür. Kalium xlorat turşsuzdur, səhvdir. Hidrogeni yoxdur, normal duzdur. Doğru cavab 1-3-dür. Hansı formullar doğru deyil? 1 doğrudur. 2 yanlışdır. Niyə? Çünki 2 dənə OH buradadır. Sulfat turşusu da özü 2 valentlidir deyə cəmi 4 eləyir. Alüminiumda 3 olmalıdır. Ona görə yanlışdır. 3 də yanlışdır. Sink OH2 onsuz da özü bir maddədir. Məcburdur ki, OH-ın versin, özünə turşu qalığı birləşdirsin. Vermədən necə birləşdirsin? Cavab burada doğru olmayan 2 və 3-dür. Suda həll olmayanlar asandır. Hansı ifadələr doğru deyil? Deyin görün, burada 100-dən 105 daxil olmaqla sualı olan, 105-i deyəcəm. 104 daxil olmaqla 100-dən sualınız varmı? Eşidirəm, sualınız varmı? Yoxdur. Gəldim 105-ə. 28 qram dəmirin xlorid turşusunda tam həll olmasından alınan duzun formulunu və miqdarını müəyyən edin. Dəmir üstəgəlsin H-xlor. Baxın, qeyd edin. Dəmir H-xlor ilə həmişə ekvivalentli olur. İndi fikirləşməlisiniz ki, alınır dəmir xlor 2, 56 qramından 1 mol alınır. 28 qramından neçə mol alınacaq? 0,5. Deməli, doğru cavabımız A bəndi. Bu qədər bəsit. Test ikinci davamına. Deyir, hansı maddələr cüt arasında reaksiya mümkün deyil? Sink OH2 amfoter əsasdır. Hər ikisi ilə reaksiyaya girəcək buna görə. Kalsium karbonat özü bərk duzdur. Suda həll olmur. Suda həll olmursa, onsuz da qələvi ilə də reaksiyaya girməyəcək. Deməli, 3 getməz. Nitrat turşusu amma karbonat turşusunu çıxardacaq deyə, turşuda həll olacaq deyə o reaksiyada gedəcək. Getməyən yalnız 3-dür. O birilər gedir. 107-yə baxırıq. 107-ni belə fikirləşirsiniz uşaqlar. Alüminium OH üçün qrafik formulunu qursanız, baxın budur. Bunun üzərinə 2 mol H-xlor gəlsən, elə bilin ki, OH-ın 2 dənəsi xlordan əvəz olunacaq. Reaksiya nəticəsində alınacaq xlor, OH-ın biri qalacaq. Yəni, variantımız olacaq. Hanı variant? B bəndi. 108 də həmçinin belə. 109, 110, 110, 110, 109, 110 sualı olan varsa desin, yoxdursa mən 111-i deyirəm. Maqnezium karbonatın üzərinə H-xlor gəlsəm, buradan alınır maqnezium xlor 2 və yaxud da maqnezium xlor 2 bizə lazım deyil, çünki kalium karbonatla reaksiyaya girməz. Buradan alınır su və karbon qazı. Su və karbon qazının üzərinə girər. Deyilmiş. Burada maqnezium xlor 2 imiş. Maqnezium xlor 2-nin üzərinə kalium karbonat da gələndə kalium xlor və maqnezium karbonat alınır. Yəni, burada Y maddəmiz maqnezium karbonat. Maqnezium karbonat özü çöküntüdür deyə
Bu reaksiya axıra qədər getmiş olur. Təbii gipsin formulu kalsium SO4 vurulsun 2 mol su. Yəni tərkibindəki suyun miqdarı 2 moldur. Mis kuporsunun sulu mis sulfat vurulsun 5 mol su. Yəni tərkibindəki 5 dənədir. Glauber duzu isə natrium sulfat vurulsun 10 mol sudur. Yəni tərkibindəki 10. Mis kuporsu təbii cipsi dedik. Kristallik sodada isə kalium karbonat vurulsun 10 mol sudur. Gəldik 114-ə. 1 mol H-klor dursa hansı duz alınasıdır? Alüminium OH2, yəni OH-ın hidrogenə görə bir dənəsi gedir. Geriyə qalır xlor. Bunun da adı nədir? Alüminium dihidroksixlorid. Alüminium dihidroksixlorid. Ya budur, ya budur. İndi kütləsini hesablayın, görün A-dır yoxsa B-dir. Məncə B olmalıdır. 2 mol H-klordursa onda belə alınacaq. Alüminium OH xlor 2. Bunun da adı alüminium hidroksixloriddir. Ya budur, ya budur, ya budur. Baxırsınız ki, kütləsi hansıdır, özünüz hesablayarsınız. Gəldik 116-ya. 1 mol H3PO4-dür, 2 mol kalium OH-dir. 2 mol kalium OH-dırsa hidrogenin ikisi əvəz olunacaq. Olacaq kalium 2 HPO4. Adı olacaq kalium hidroortofosfat. Kütləsini də indi özünüz hesablayarsınız ki, 1 molun kütləsi nə qədərdir. Yaxşı gəlmişik. Geriyə qalıb 100 dənə sualımız. Onları da bitirək, duzlarımız bitsin. Deməli, baxın 2 dənə turşu qalığı var. 2 dənə turşu qalığı varsa, deməli bu qarışıq duz. Adı da olacaq kalium xlorid, kalsium xlorid, bir də hipoxlorid. Ona görə yemək. Sonra karbonat turşusudur. Üzərinə kalium OH gəlsəm, alınır kalium hidrokarbonat. Bunun da üzərinə natrium OH gəlsəm, alınır kalium natrium karbonat. Müəllim, səsiniz qırıldı. Çox pis qırıldı həqiqət. Başa düşürmüş. Hər kəsdə qırılır mənim səsim uşaqlar. İndi məndə də qırılırdı müəllimə. Düzdür. Məndə də qırılır. İndi necədir səsim? Yəqin ki, indi yaxşıdır. Kalium karbonat. Kalium karbonatın da üzərinə barium xlor2 gələndə alınır barium. İndi müəyyən edirsiniz ki, hansıdır. Birincisi turş duzdur, bu 2 qat duzdur, bu normal duzdur, bu da normal duzdur. Z ilə T normaldır, Y 2 qatdır, X isə turş. B. Eyni faizli qatlıqda eyni kütlədə natrium OH və xlorid turşusu məhlullarını qarışdırdıqda alınan məhlulda hansı maddələr olur? Yəni, qısaca eyni kütlədə olan H-klorla natrium OH-ı qarışdırsam hansı maddələr qalır? Reaksiya budur. Hər ikisini misal üçün götürürəm 40 qram 40. Mənə natrium OH lazımdır 40 qram, H-klor lazımdır 35-15. O deməkdir ki, natrium OH tamamilə sərf olunacaq. H-klordan biraz artıq qalacaq deyə məhlulda qalmış olacaq. Bir də alınan duzumuz, natrium klorumuz məhlulda qalmış olacaq. Suyu məhlulda qalmış kimi götürmürük, çünki o həll edicidir. Variantımız da olur D bəndi. 200 qram sulfat turşusu məhluluna artıqlaması ilə götürülmüş barium xlorid məhlulu ilə təsir etdikdə 46,6 qram ağ çöküntü əmələ gəlir. Sulfat turşusunun ilkin məhlulda kütlə payını hesablayın. Qısaca barium xlor 2 plus H2SO4 arasında gedən reaksiyaya baxsaq, bu reaksiyadan alınır barium SO4 və H-klor. Biz fikirləşməliyik ki, barium SO4-ümüz 46,6 qram alınıbsa, sulfat turşumuz nə qədər? 98 qramından 1 mol, yəni 233 qram alınır. Bəs neçə qramından 46,6 qram? 19,6 eləyir. Deməli, mənim o 200 qramımda 19,6 qram sulfat turşum var imiş. O da neçə faizli elədiyini tapmaq üçün 19,6-nı bölürəm 200-ə, vururam 100-ə, o da eləyir 9,8. Gəldik 121-ci suala. 200 qram 17 faizli gümüş bir nitrat məhlulu ilə
36,5 qram 30%li xlorid turşusu məhlulunu qarışdırsaq, reaksiyadan sonra nə qalar? Gəl reaksiyanı əvvəlcə yazaq. Reaksiyamız budur. 217% eləyir 34 qram gümüş. 36,5-in də 30% eləyəcək 36,5 vurulsun 0,3. Onu da mola çevir. Elə yazım 36,5 vurulsun 0. Neçə eləyərsə. Düzdür. İndi baxın. Bunları mol miqdarına çevirək. 34 qram gümüş nitrat eləyir 0,2 mol. 36,5-i 0,3-ə bölüb təzədən 36,5-i böləcəm deyir. Yəni qısaca H-flor elə 0,3 mol olur. Siz fikirləşməlisiniz ki, biri 0,2, biri 0,3-dürsə, bunlar mola-mol gedən reaksiyadır. Gümüş nitrat elə 0,2 mol sərf olunacaq. H-flor da 0,2 mol sərf olunacaq. Gümüş nitrat tamamilə reaksiyaya girəcək. H-flordan 0,1 mol artıq qalacaq. Alınan gümüş flor tamamilə qabın dibinə çökəcək və alınacaq 0,2 mol nitrat turşusu. İndi bizə xlorid ionlarının sayını istəyir. Gümüş flor çöküntüdür, qabın dibinə çökür deyə ona fikir vermirsiniz. Sadəcə qabda qalan 0,1 mol H-flordur. Onda da xlorid ionları elə 0,1-dir. 0,1-i də vurursunuz Avogadro ədədinə, eləyir 6,2 vurulsun 10^22. Yəni Y. 122 kalsium karbonat hansı maddənin məhlulu ilə reaksiyaya daxil olmur? Variantlara baxdıqda görürəm ki, kalsium karbonat, qarışqa turşusu, sirkə turşusu, nitrat turşusu. Ümumiyyətlə, biz indi suyun sodluğunu da keçəndə görəcəyik ki, kalsium karbonat nədir? Çayın içdəki ərkdir. Çayın içdəki ərki təmizləmək üçün nədən istifadə edirik? Sirkə turşusundan. Deməli, bu sirkə turşusu ilə reaksiyaya girir. Sirkə turşusu ilə reaksiyaya girirsə, onsuz da qarışqa turşusu ilə reaksiyaya girir demək. Qarışqa turşusu ilə də girir, nitratla da girir, sirkə ilə də girir, H-florla da girir. Amma kalsium OH2 ilə reaksiyaya girmir. Yəni, kalsium çöküntüdür. Çöküntü olduğu üçün reaksiyaya girmir.